Çox sağ olun. Yaxşı olasınız. Dünən standartlarla bağlı, dünən idi səhv etmirəmsə, quiz paylaşdım Telegramda, testlər paylaşdım daha doğrusu. Baxdım müəllimlərin çoxu səhv edir. Dedim elə bu gün testlərlə işləyək. Həm izahını verəcəm standartların, həm də canlı test işləyəcəks. Yəni praktikada tam bütün suallarınız cavablanacaq. Aha, qoşulumu bilirsiniz, Zoom-da limit var. Nə qədər müəllim qoşular, qoşular. Qalanları video izahdan baxır. Hı -hı. Əl işarələrini də qaldırın istəyirsiniz. Elə tez, lakin təhlil edəcəksiniz. Hardakı suallarınız yaranacaq, onun izahını mütləq verəcəm. Yaxşı, yəni ətraflı, belə deyim, öyrədici, düşündürücü testlərdir. Sadə elementar deyil, yəni çətinlər də var, çox sadələr də var, orta tiplilər də var. İlk Aynə müəllimə, başlayaq mı sizdən? Bəli, müəllim, axşamınız xeyir. Vaxtınız xeyirli olsun. Baxın, zəhmət olmasa testinizə. Aşağıdakı fikirlərdən hansı məktəbəqədər təhsil standartları və məzmun xəttləri ilə bağlı doğru deyil? Məzmun xətti Yanlış inkişaf fikir. sahəsini göstərir. Bəli. Məzmun xətti inkişaf sahəsini göstərir və bütün yaş qrupları üzrə dəyişməz qalır, düzdür. Əsas standart məzmun xətti daxilində fəaliyyətin istiqamətini göstərir və ikinci yerdə duran rəqəmlə ifadə olunur, bu da düzdür. Alt standart əsas standartın müəyyən bir hissəsini əhatə edir və üçüncü yerdə duran rəqəmlə ifadə olunur, bu da düzdür. Məqsəd yazılarkən öyrənir, bilir, bacarır kimi sözlər istifadə olunmalıdır. Xeyr, bilir, bacarır, öyrənir, aşılayır, formalaşdırır, bu kimi sözlər olmaz. D variantıdır müəllimə cavab. Ay, sağ olun. Amma gəlin indi bunları təhlil edək. İzahını verə bilərsinizmi? Nə üçün məktəbəqədər təhsil sahəsində belə qeyd edim? İnkişaf sahələri, məzmun xətti dəyişməz olaraq qalır. Bir də neçə məzmun xəttimiz var, neçə inkişaf sahəmiz var? Bunu da qeyd edin, zəhmət olmasa PDF yazmayın müəllimlər. 4 inkişaf sahəmiz var, 4 dənə də məzmun xəttimiz var. Aha. 4 inkişaf sahəmiz, 4 məzmun xəttimiz var. Yəni bütün yaş qrupları eynidir, dəyişməz olaraq qalır. Sadəcə sadədən mürəkkəbə doğru gedir. Mhm. 4 inkişaf sahəmiz var. İnkişaf sahələri daha ümumi anlayışdır, yoxsa əsas standart? İnkişaf sahələri. Düzdür. Yaxşı, baxın ikinci testə. Deməli, bizim məzmun xəttimiz neçənci yerdə duran rəqəmlə ifadə olunur? Yəni, test üzərindən təhlil edək ki, suallarınızı cavablayaq. Birinci yerdə duran. Birinci yerdə duran rəqəmlə ifadə olunurdu. Bütün yaş qrupları üzrə 4 inkişaf sahəsi, 4 məzmun xətti var, yoxsa məsəl üçün erkən inkişafda fərqli inkişaf sahələrdir, 2 inkişaf sahəsidir, digərlərində 3-6 yaşda 4 inkişaf sahəsidir. Necə düşünürsünüz? Xeyr, 1-6 yaş qrupunda eynidir, dəyişməz olaraq qalır. Ay, sağ olun. Yəni dünən bax test paylaşmışam Telegramda. Orada sual vermişəm ki, müəllim ilk öncə ümumi istiqaməti, yəni əsas istiqaməti müəyyənləşdirməlidir. Bu hansı terminə aiddir? Müəllimlər gedib fərqli-fərqli variantlar götürüblər və əksər müəllimlər səhv edib. Ümumi istiqamət, yəni əsas istiqaməti, misal üçün müəllimlər, birinci biz ölkəni müəyyənləşdirməliyik, hansı ölkəni səyahət edəcəyik, düzdür? Yəni mən birinci ölkəni tapmalıyam ki, misal üçün Azərbaycanı mı gəzəcəm, yoxsa başqa bir ölkəni, sonra artıq onun şəhərini, onun məhəlləsini, misal üçün və yaxud evini qonaq gedəcəm arası və yaxud evini, düzdür? Bax belə pillə-pillə açıqlanır. İnkişaf sahəsi sanki ölkədir və ümumidir, genişdir. Onun daxilində misal üçün şəhərlər də var, məhəllə də var, evlər də var, düzdür? Amma əsas standart şəhərdir. Yəni məsələn Azərbaycanın bir şəhəri. Bax əsas standart görürsüz bizə məzmun xəttini açıqladı. Dedi ki, Azərbaycan ölkəsi üzrə sən bu şəhəri gəzəcəksən və yaxud bu şəhərdə gəlib məni tapacaqsan. İndi mən sizə bir konum atmışam. Deyirəm ki, gəlin məni tapın. Amma konum atmıram daha doğrusu. Deyirəm ki, bax mən Azərbaycandayam. Bu inkişaf sahəsidir və siz gəlirsiniz Azərbaycana. İndi tapmalısınız ki, mən hansı şəhərdəyəm. Düzdür? Azərbaycan o qədər şəhərləri var ki. Bax bunu sizə göstərən əsas standartdır. Yəni istiqamət verir ki, müəllimə bu ölkənin bu şəhərindədir. Bu şəhərə doğru irəliləyəcəksiniz. Görürsüz nəyi açıqladı bizə? Məzmun xəttini, yəni ölkəni açıqladı ki, bu ölkənin bu istiqamətinə doğru hərəkət etməlisiniz. Lakin indi şəhəri də tapdım. Tapdım ki, Bakıda, Gəncədə və yaxud başqa bir yerdə şəhəri tapdım. Amma indi məhəlləni tapmalıyıq, görək hansı məhəllədəyəm. Şəhərin o qədər məhəllələri, küçələri var, düzdür? Harda tapacaqsınız məni? Aydın olur sizə? Xeyr. Bax bu bir addım da sizi mənə yaxınlaşdıran alt standartdır. Alt standartda bu şəhərin məhəlləsini, küçəsini göstərir ki, müəllimə bu şəhərin küçəsindədir. Yəni bu istiqamətdə hərəkət edin. Sizə də bu əsas standart deyil, ya deyirik ki, alt standart əsas standartda ifadə olunan bir fikirdir, düzdür? Yəni demək istəyir ki, bu şəhərin tərkibindədir də bu küçə. Düzdür? Məsələn, hansı Bakıda bir küçəni vurğularıq. Bu küçə hansı şəhərdədir? Bakıda.
Görürsüz, yəni alt standartda eynən bu fikir kimidir. Yəni əsas standartda ifadə olunan bir fikrin daha konkret bir belə deyim hissəsidir. Yəni bir addımda sizi mənə yaxınlaşdırdı, dedi bu belə deyim küçə üzrə hərəkət edin. Küçəni də tapdıq. Küçədə də o qədər evlər var. Düzdür, o qədər binalar var. Harda tapacaqsınız məni? Bax, onu da mənə, yəni sizə göstərən məqsəddir. Düzdür? Bax, belə izah istəyirəm sizdən. Məqsəd nə edir? Sizi məni lap yaxınlaşdırdı. Yəni düzdür, şəhəri tapdınız, məhəlləni tapdınız, amma evimi tapasınız ki, bizə qonaq gələsiniz. Düzdür? İndi evi də göstərən məqsəddir ki, bax müəllimə bu evdə yaşayır, bu evə gedin. Gördünüz, yəni bir-bir hərəsi bir-birini açıqlayır. Yəni bir-birindən bağlı anlayışlardır. Heç vaxt deyə bilmərik ki, əsas standart məzmun xəttindən daha müstəqil, ayrı bir anlayışdır. Qətiyyən məzmun xətti üzrə hərəkəti göstərir. Alt standart deyə bilmərik ki, əsas standartdan tam müstəqil və ayrı bir anlayışdır. Qətiyyən o da əslində əsas standartı bizə açıqlayır. Bəs məqsəd nəyi açıqlayacaq? Alt standartı. Yəni addım-addım əslində biz irəliləyirik. İrəliləyirik ki, sonda bu dövlətin tələbi ki var. Nədir dövlətin tələbi? Alt standart, düzdür? Il ərzində deyir bütün fəaliyyətləri ilə təşkil etməlisən ki, sonda mənim tələbimi, yəni alt standartı bu yaş qrupunda formalaşdırasan. Yəni bu bilik bacarığı uşağa ötürüb onda formalaşdırasan. Və müəllim il ərzində çalışır, məşğələlər keçirir və s. və ilahi ilin sonunda gəlir bu alt standartı reallaşdırır. Və belə qeyd edim müəllimlər, mən məqsədimi düzgün təyin etməsəm, heç vaxt ilin sonunda dövlətin tələbini, yəni alt standartı reallaşdıra bilmərəm. Görürsüz, mən qədəm-qədəm, bu məqsəd nədir? Qədəmdə, bir addım-addımda deyək. Bax, bir addım qoyuram, deyirəm ki, hə, bax, bir addımda yaxınlaşdım alt standarta. Gələn dəfə yenə planımı ilə qururam ki, 2 addım irəliləyəcəm. Axı, varislik prinsipi əsasında olmalıdır. 2 addım irəliləyəcəm, məqsədimi ona uyğun qoyuram və belə addımlarımın sayını çoxaldıram. Sonda da nə olur? Alt standartı reallaşdırırıq. Bax, belə bir anlayışdır. Bunda izahını verdik. Dedik ki, hansı variant səhvdir? D variantı. Niyə? Çünki məqsəd yazılarkən uşağın tək başına fəaliyyət yazılır və öyrənir, bilir, bacarır kimi sözlər olmamalıdır. Uşağın sırf işi olmalıdır orada. Yəni nə edir? Nə edir sualına cavab verir? Nə edir? Şəkil çəkir, məsəl üçün fərqləndirir, nə isə izah edir, nə isə ümumiləşdirir və yaxud səhnələşdirmədə iştirak edir. Məsəl üçün nəsə haqqında danışır da indi konkret. Amma bilir, bacarır, öyrənir sözləri yanlışdır. Yaxşı, bax ona görə də variantınız yanlışdır. Çox sağ olun. Baxın indi ikinci sualınıza. Aşağıdakılardan hansı məktəbdə təhsil standartları və məzmun xəttləri bağlayır doğru deyil? Məzmun xətti inkişaf sahəsini göstərir və bütün yaş qruplarında dəyişməz olaraq qalır. Bəli, düzdür bu. Əsas standart məzmun xətti daxilində fəaliyyətin istiqamətini göstərir və ikinci yerdə duran rəqəmli ifadə olunur. Bu da düzdür. Məzmun xətti daxilində yer alır. Təkrar etmişəm. Aha. Bu təkrarlar. Bu təkrardır. Buna baxın. Yəqin səhv etmişəm orada. Tez-tez hazırladım testi bayaq. Üçüncüyə baxın. Alt standartın əsas funksiyalarından səhv olan hansıdır? Alt standartın 4 dənə funksiyası var. Təlim strategiyalarının düzgün seçilməsi. 3D bir İ qaydası, yəni təlimin dəqiq müəyyən edilməsi strategiyalarının, məqsədin düzgün seçilməsi, inteqrativlik, bir də nə idi? Məzmunun davamlılığı müəyyən edir. Ay sağ olun. Lakin bir dənə səhv etdik, onu tez düzəldək. Dəqiq məqsədin müəyyən edilməsi, düzgün strategiyaların seçilməsi. Yaxşı? Dəqiq məqsəd, düzdür. Davam edin. Təlim strategiyalarının düzgün seçilməsini təmin edir, düzdür. Təlim məqsədlərinin dəqiq müəyyən edilməsinə şərait yaradır, bəli. Təlim məzmununun davamlılığını təmin edir, davamlılıq var, bəli. Uşağın inkişaf sahəsini dəyişdirir. Xeyr, bu səhvdir. İnteqrativliyi təmin edir, bu da düzdür. D variantıdır cavab. Ay sağ olun. İndi təlimin məzmununun davamlılığını təmin edir deyəndə əziz müəllimlər, İlkənin müəllimə sizədir sualım. Məsəl üçün, alt standart nəyin tələbinə əsasən dəyişir, nəyə əsasən dəyişir? Əsas standartın tələbinə görə, bir də yaş qruplarının tələbinə görə dəyişə bilər. Ay sağ olun. Yaş qrupları üzrə dəyişərkən alt standart məzmun etibarilə dəyişir, yoxsa sadəcə varislik əsasında, yəni getdikcə tədricən tapşırıqları, bilik bacarığı mürəkkəbləşdirir? Hansı fikir doğrudur? Məzmun etibarilə dəyişmir, sadəcə sadədən mürəkkəbə doğru yaş qrupları üzrə dəyişir. Ay sağ olun. Məzmun etibarilə dəyişmir deyəndə bunu da biraz açıqlayaq. Çünki ola bilər ki, müəllimlər bunu qismi anlaya bilər. Bax, deyirik ki, yaş qrupları üzrə məzmun etibarilə. Aha. Məsəl üçün deyək ki, fiziki inkişaf sağlamlıq və təhlükəsizlikdə bu sadəcə birinci kiçik qrupda çox sadədir. Getdikcə, yəni ikinci kiçik qrupda, orta qrupda getdikcə mürəkkəbləşməyə doğru gedir. Ay sağ olun. Bax, bunu gəlin elementar bir dənə lap yaxşı aydın olun. Bax, riyaziyyatdır deyək ki, 2.3 məntiqi riyazi təfəkkür məşğələsidir. Orada da alt standartlar var. Düzdür, birinci kiçik qrup, ikinci, orta, böyük məktəb hazırlıq. Diqqət yetirmisinizsə,
Bax, hamısı riyaziyyatla əlaqəlidir. Yəni riyaziyyatla deyəndə məsəl üçün miqdarla, ədədlə, çoxluqla bağlıdır. Birinci kiçik qrupda məsəl üçün verir ki, bir və çox anlayışını fərqləndirsin. Düzdür? Bir dənə, bir də çoxlu. İkincidə verir ki, az çoxu. Yəni artıq tam kəskin fərq olmamalıdır. Deyir ki, bir dənə ilə çox artıq kəskin fərqdir. İkincidə deyir, bunu biraz da mürəkkəbləşdir. Bir tərəfə 3 dənə misal üçün oyuncaq qoy, bir tərəfə 6 dənə qoy. Gör seçə bilirmi? Yenə görürsüz, yenə çoxluqdur. Orta qrupda deyir 3 dairəsində hesablama əməliyyatları yerinə yetirsin. Görürsüz, yenə riyaziyyatla, yenə saylarla, ədədlərlə, çoxluqla bağlıdır. Böyük qrupda 5 dairəsindədir. Yenəmi saydır, yenəmi ədəddir? Bəli. Məktəbi hazırlıqda da 10 dairəsində. Gördünüz, məzmun etibarilə dəyişmədi ki, demədi ki, birinci kiçik qrupda siz 2.3-ün standartını izah edirəm. Məsələn, birinci kiçik qrupda uşaq hoppansın, tullansın, ikincidə azla çoxu fərqləndirsin, orta qrupda dırmansın, böyük qrupda yenə 5 dairəsində, məktəb hazırlıqda yenə 10 dairəsində. Belə versə, bu məntiqsiz və əlaqəsiz bir yanaşma olar. Görürsünüz, məzmunun davamlı inkişafını təmin edir. Yəni, birinci kiçik qrupda məktəbə hazırlıq qrupuna qədər yaşlar arasında alt standart dəyişərkən varisliyin əsasında dəyişir. Yəni, birinci kiçik qrupda elementar sadə tapşırıqdırsa, ikincidə bunu qismən mürəkkəbləşdiririk, ortada yenə mürəkkəbləşdiririk, böyükdə həmçinin, məktəb hazırlıqda yenə. Yəni, varislik əsasında dəyişir. Yoxsa birinci kiçik qrupda riyaziyyatla yenə qeyd edirəm və yaxud fizik indi hansı standartdırsa. Onunla bağlı diqqət yetirmişsinizsə ardıcıllığa, bax, soldan sağa ardıcıllığa diqqət yetirin, kurikulum PDF-ində var, cədvəlin içində. Görəcəksiniz ki, orada dəyişən nədir? Yəni, sırf tapşırıqların asandan çətinə doğru dəyişməsi. Yəni, durub sizə 1.1.1-də, yəni fiziki inkişafda nə qədər bir dedim, 1.1.1-də, yəni durub, misal üçün, yeriməyi verib, ikincidə gətirib riyaziyyatı salmır. İkincidə də o yerişi bir mürəkkəbləşdirir, orta qrupda yenə artıq koordinasiyanı əlavə edir və s. və ilə. Görürsünüz, fiziki ilə. Bax, buna da cavab tapdıq. İndi 4-cü testimizə bunu da cavablayın, keçin digər müəllimə. Məzmun xətti və əsas standart arasındakı fərq aşağıdakılardan hansı ilə düzgün ifadə olunur? Məzmun xətti ilə əsas standart. Məzmun xətti alt standartın müəyyən bir hissəsidir. Xeyr, məzmun xətti alt standartın hissəsi deyil. Əsas standart təlim nəticəsi ümumi şəkildə göstərir və məzmun xətti əsas standart təlim nəticəsini ümumi şəkildə göstərir və məzmun xətti daxilindədir. Əsas standart təlim nəticəsini ümumi şəkildə göstərir və məzmun xətti. Əsas standart bəli. Düzgün variant budur. Amma bizə də bax, məzmun xətti məqsədin yazılmasına xidmət edir. Məqsədin yazılmasına alt standart xidmət edir. Əsas standart yalnız alt standart üçün nəzərdə tutulub. Xeyr, bu da səhvdir. Məzmun xətti yalnız 1 yaş qrupu üçün dəyişir. Xeyr, 1-6 yaş qrupunda dəyişməz olaraq qalır. Ayson, həm də demişdim ki, xatırlayırsınızsa, belə bir PDF-də Telegramda paylaşmışdım. Yalnız, ancaq, sadəcə sözlər olanda diqqətli olun. Əksər vaxt o testin o variantı səhv olur. Yaxşı, yəni xüsusiləşdirir, yalnız, təkcə, ancaq, sadəcə. Bax, onda diqqətli olun. Düzdür, elə test olar ki, %100 demirəm. Bax, 99% yanlışdır o variant. Amma 1% də elə bir test olar ki, orada düz çıxar. Bax, indi burada yalnız var deyə bunlar birbaşa səhvdir. Məzmun xətti məqsədin yazılmasına deyil. Məzmun xətti axı ümumi anlayışdır. Biz dövlətin tələbinə uyğun hərəkət etməliyik. Dövlətin tələbi də alt standart olduğu üçün və mən ilin sonunda alt standartı reallaşdıracağım üçün nə etməliyəm? Məqsədi ona uyğun hazırlamalıyam ki, addım sonda onu reallaşdırım. Ona görə bu səhvdir. Əsas standart təlim nəticəsini ümumi şəkildə göstərir. Bəli, bu nə deməkdir əziz müəllimlər? Görürsüz, bax, əsas standart deyir ki, nə deyir? Deyir ki, fiziki hərəkətləri yerinə yetirir. 1.1-i deyək, fiziki hərəkətləri yerinə yetirir. Alt standart necədir? Alt standartda misal üçün qaçmaq, hoppamaq, tullamaqla yenə fiziki ilə bağlı, lakin biraz daha konkretləşmiş versiyadır da, biraz daha növ. Məqsəd isə ondan da daha konkretdir. Bax, ondan da daha konkret. Orada artıq müəllim yazır ki, misal üçün ayağında torba ilə hoppana maneələr aşaraq qaçır, daha doğrusu hədəfə çatır və yaxud topu yaxın məsafədən səbətə atır indi yaş qrupuna uyğun. Görürsünüz, daha da mı konkretləşdirir? Bəli. Bax, burada da ona görə əsas standart təlim nəticəsini ümumi şəkildə göstərir fikri doğrudur və məzmun xətti daxilindədirmi? Bəli. Yəni, şəhər ölkənin daxilindədir, düzdür? Əlbəttə. Məhəllə də şəhərin mi daxilində olacaq? Bəli. Bax, bunlar ondan əlaqədir. Doğru. Çox sağ olun, çox gözəl. Aytən müəllimə, 5-ci testdə Bəli, bir müəllim, dənə test axşamınız keçirəli xeyir. olubdu dedim. Hər vaxtınız xeyir. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Qruplara bircə saniyə üzr istəyirəm. Ödənişsiz qruplara yazın ki, limit dolubdur. Müəllimlər zəng edir, yazır. Yazın ki, limit dolub, ona görə qoşula bilmirlər. Yəni kimin vaxtı varsa yazsın. Müəllimə, sualı hansını cavablandıraq başqa bir Beşinci. müəllimə deyək. Aytən Məmmədova. Zevs İvanov yazılan. Mən. Zevs İvanov ikinci yerdə. Aha.
SMART Buyurun. prinsipinə uyğun olaraq məqsəd yazarkən aşağıdakılardan səhv olanı hansıdır? Məqsəd spesifik və aydın olmalıdır. Düzgündür. Məqsəd ölçülə bilən olmalıdır. Bəli, yəni qiymətləndirilməlidir. Məqsəd əldə edilə bilən olmalıdır. Bəli, uşaqlar yerinə yetirə biləcək şəkildə olmalı. Məqsəd geniş və ümumi olmalıdır. Bu səhvdir müəllimim. Məqsəd xüsusi, spesifik olmalıdır. Məqsəd müəyyən zamanla bağlı olmalıdır. Bəli. D variantı İndi bunları yanlış. təhlil edin. İndi bunu təhlilinə izah edin. Belə təsir xanladıq. İndi təhlilinə izah edə bilərsinizmi? Nə demək istəyir? Misal üçün spesifik aydın olmaq, nə deyir ölçülə bilən olmaq, nə deməkdir əldə edilə bilən? Məsəl üçün, mənim riyaziyyat məşğələsinə aid deyil, məqsəd spesifik və aydın olmalıdır. Məsəl üçün, toplama işarəsinə aid, toplama əməlinə görə ola bilər, çıxma əməlinə görə. Məsəl üçün, deyə bilərik ki, 5 dairəsində toplama əməliyyatını yerinə yetirir. Məsələn, məqsəd burada seçilik. Daha sonra deyək ki, ölçülə bilən olmalıdır. Məsəl üçün, uşaqların da yəni potensialına görə məsəl üçün 2 ilə 3 ədədini toplaya bilir. Artıq burada müəyyən Saniyə. Bir saniyə, üzrlü saniyə sözünüzü bölürəm. Bircə saniyə. Səsləri bağlayın. Səsləri bağlayın. Kiminsə səsi qalır. Bircə saniyə. Aha. Baxın müəllimə, Aytə müəllimə. İndi misal üçün məqsəd deyil spesifik və aydın, yəni konkret, xüsusi və aydın başa düşülən anlaşılır olmalıdır. Mən canlıları tanıyır və yaxud canlıları ayırd edir yazsam məqsəd daha aydın olar. Ya da misal üçün itlə pişiyi yazsam fərqləndirir, daha spesifik olar. Hansı doğrudur, hansı doğru məqsəd? Ad verilsə itlə pişik. Çünki canlılar bir çox olar, amma ad verilsə artıq xüsusi diqqət orada olur. Ay sağ ol. Məqsəd. Ay sağ ol. Düzdür. Ölçülə bilən olur. Məsəl üçün dedim 1-5 dairəsində toplama işarəsini yerinə yetirə bilir. Artıq bu bir müəyyən meyardır da ki, bu meyarda uşaq bunu yerinə yetirə bilir, bilmir. Sonra məqsəd əldə edilə bilən olmalıdır. Yəni uşağın yaşına uyğun olmalıdır, qrupuna uyğun olmalıdır məqsəd. Sonra məqsəd geniş və ümumi olmalıdır. Bu yanlışdır, xüsusi olmalıdır. Sonra məqsəd müəyyən zamanla bağlı olmalıdır. Bəli, timerə də riayət olunmalıdır ki, müəyyən vaxtda məqsəd yerinə yetirilə bilsin. Mən bir dəfə də mən bunu təhlil edim. Baxın müəllimə, demək məqsəd spesifik alt standart özünü Aytən müəllimə məqsəd kimi yaza bilərikmi? Yəni mən alt standartı götürüm, elə məqsəd kimi qarşıma qoyum bir dərs üçün, bir həftəlik dərs üçün və yaxud. Olar? Xeyr, yaza bilmərik. Çünki alt standartda müəyyən bir uzun bir, yəni ki, 1 illik məsəl üçün vaxt ərzində veririk də biz onu yerinə yetirmək. Amma ümumi təlim nəticəsi. Bəli, 2-3 məşğələdə onu yerinə yetirə bilmərik. Ay sağ ol. Yəni mən alt standartı qarşıma qoysam məqsəd kimi, ona çata bilməyəcəyim üçün, çünki alt standart ümumi təlim 1 il ərzində keçəcəyimiz bütün məşğələlərin yekun nəticəsini təsvir edir. Amma mən gətirim bunu bir həftəlik qarşıma qoyum ki, bu həftə çatacam. Axı çata bilməyəcəksən, bu doğru olmaz. Ona görə alt standartın özünü məqsəd kimi yaza bilmirik. Baxın, suallarınızı cavablayıram. Şəxsidə çox yazırsınız hər biriniz. Bununla bağlı cavablayıram. Bir də ki, misal bax, spesifik aydın deyəndə əziz müəllimlər, yəni məqsədi alt standart da müəyyən qədər konkretdir, amma məqsəd qədər konkret deyil. Biri var məhəllə, biri var ev. Hansı daha konkretdir? Məhəllədə görün nə qədər evləri var. Düzdür? Yeni tapa bilərsinizmi məhəllədə məni? Gələk nə qədər vaxt itirəsiz, bütün günü gəzəsiz ki, məni tapasınız. Amma ev deyəndə daha konkretdir. Yəni tezcəni məni tapırsınız. Bu da ilə elə. Deyir ki, sən canlı deyəndə o qədər canlılar var ki, heç elə canlı var ki, siz onu bağçada keçmirsiniz. Nə yazmısan onu ora? Amma deyir konkret yazanda, yəni sən adını verirsən və s. Artıq özündə bilirsən ki, uşağa nəyi öyrətdin. Misal üçün komissiya gəlir və yaxud rəhbərdir, gəlir bilir ki, sən uşağa nə öyrətdin. Yəni ona görə dəqiq verilməlidir ki, bax biri var kurikulum deyirəm, kurikulum ümumidir, düzdür? Bir də var ki, didaktik prinsiplər və yaxud inşaat sahələri. Hansı daha konkretdir? Kurikulumda o qədər mövzu var ki, indi nə biləsiniz, hansını öyrənmisiniz, hansını keçdiniz. Bax, məqsəddə ilə belə, yəni daha dəqiq, konkret olmalıdır ki, biləsiniz ki, bu gün uşaq nə etdi, nəyi öyrətdiniz, uşaq bu gün nəyi bacardı, ay sağ olun. Sonra ölçünə bilən də elə olmalıdır ki, yəni deyir, elə məqsəd qoy ki, sonra onu qiymətləndirə biləsən. Yəni necə qiymətləndirəcəm? Uşağı müşahidə edəcəm, baxacam görüm o tapşırığı yerinə yetirə bilirmi, bacarırmı onu. Sonda da misal üçün qiymətləndirəcəm ki, bəli, öhdəsindən gəlir indi və yaxud qismən və yaxud yerinə yetirə bilmir. Yəni mən durub yazım ki, uşaq dağın başına dırmanır. Bizdə də deyək ki, bu tərəfdə dağ yoxdur. Hara dırmaşdıracam uşağı? Bu yerinə həm ölçə də bilməyəcəm. Elə məqsəd olmalıdır ki, sonra onu qiymətləndirə bilək ki, hə uşaq bacardı və yaxud bacara bilmədi. Əldə edilə bilər. Yəni həm uşağın yaşına uyğun olmalıdır. Bir də ki, potensialını tanıyıram. Qrupumun potensialına bələdəm. Baxıram ki, uşaq hələ qələmi tuta bilmir. Mən o qədər yazım ki, orada gül rəngləri. Axı uşaq hələ qələmi tuta bilmir.
Bu uşaq üçün əlçatan olarmı? Niyə deyir bu, yəni məqsəd zamanı bunları nəzərə al? Çünki sən məqsədi uşağın potensialına uyğun seçməsən, uşaq yönümlü təhsilinin də didaktik prinsipində tələbi pozulur. Çünki uşaq onun öhdəsindən gələ bilməyəcək və ruhdan düşəcək. Motivasiyası azalacaq. Bax, təsəvvür edin, sizə çətin testlər göndərəm, ancaq çətin. Siz də təzə qoşulmusunuz dərsə. Bir dəfə edirsiniz, 2 dəfə gördünüz, nəticələr çox zəifdir və istər-istəməz ruhdan düşəcəksiniz ki, onsuz da mən heç nəyə bacarmıram, onsuz da heç nə öyrənə bilmirəm və motivasiyanız yerdə bir olacaq. Amma ilk başda misal üçün potensialınıza uyğun, yəni keçdiklərinizlə əlaqəli sadə, orta, çətin verəndə birinci sadəni edirsiniz, özünüzə inamınız artır. Sonra tədricən mürəkkəbləşir axı. Sonra ortanı edirsiniz, görürsünüz, yenə bacarırsınız. Sonra mürəkkəbdə yenə bəzi yerlərdə səhv var, amma bu sizi ruhdan salmır. Burada da eyni elədir. Deyir uşağa tapşırıq verərkən, yəni məqsədlər qoyarkən, elə et ki, uşaq onun öhdəsindən gələ bilsin. Bu da belə. Bir də bax deyəndə, yəni məqsədi mən məqsəd qoydum qarşıma 2 dənə deyək ki, onu həftələrlə, aylarla, illərlə bu məqsədin üzərində çalışa bilmərəm. Elə məqsəd qoymalıyam ki, onu bir həftə ərzində həyata keçirim. Həm misal üçün bizim dərsimiz də məhduddur. İndi 20 dəqiqə, 25 dəqiqə, yarım saat qruplara görə dəyişir axı. Həm o baxımdan, həm də bir həftə ərzində maksimum mən o məqsədə çatmalıyam. Durum yoxsa illərlə, aylarla, illər deməyək, yaxşı, həftələrlə, aylarla mən bu məqsəd üçün çalışsam, nə olacaq? Düzgün. Dövlətin tələbi yenə reallaşmayacaq. Sonda çatmayacaq o alt standarta. Bir də misal üçün nə deyək? Hətta budur. Nəsə deyəcəkdim, unutdum. Bax, bu da bizim Smartın açıqlaması. Yəni deyir, məqsədiniz həm dəqiq aydın olmalıdır, həm ölçülə bilən, yəni sonda qiymətləndirə biləsiniz ki, uşaq bunu bacardı, yoxsa bacarmadı. Uşaqlar üçün əl çatan, durub çətin məqsəd qoysanız, uşaq onun öhdəsindən onsuz da gəlməyəcək. Düzdür, uşaq yönümlüyə ziddir, əlbəttə. Çünki sən onun öyrənməyə, təhsilə motivasiyasını formalaşdırmırsan. Lakin məktəbə qədər təlim nə idi? Deyir, həm gündəlik həyati bacarıqları uşaqda formalaşdır, həm də təhsilə motivasiya yarat, yəni uşağın həvəsi yarat. Sonra sən həvəsini yazdığın qursun. Bir də ki, burada realistik də var, verməmişəm. Yəni real imkanları nəzərə al, daha sonra resursları, hər bir şeyi nəzərə al ki, sən məqsədi reallaşdırarkən nə edim, necə edim, nədən istifadə edim suallarını verməyəsən. Bir də məntiqi ardıcıllıq olsun. T-də tabii də, yəni müəyyən vaxt ərzində. Ona görə misal üçün məqsədin sayı məhduddur. Yoxsa nə var ki, müəllimlər elə gəlir 20 dənə məqsəd yazar, heç aslında da çatmaz. Bu belə. Baxın 6-cı testdə. İnteqrasiya növlərindən hansı yanlış təsvir olunur? Şaquli inteqrasiya eyni inkişaf sahəsində müxtəlif yaş qrupları arasında aparılır. Bu düzgündür müəllimə. Eyni inkişaf sahəsi daxilində, amma yaşlar arasında. Üfüqi inteqrasiya eyni yaş qrupu müxtəlif inkişaf sahələri arasında. Bu da düzgündür. Həyatla inteqrasiya uşağın gündəlik həyatla əlaqəli öyrənməsidir. Bu da düzgündür. Şaquli inteqrasiya müxtəlif inkişaf sahələri müxtəlif yaş qrupları arasında aparılır. Bu yanlışdır, çünki eyni yaşdır. Üfüqi inteqrasiya bir mövzuya müxtəlif baxış istiqamətləri təqdim etmək. Bəli, yəni müxtəlif inkişaf sahələri arasında. Yanlış olan bir variant. Düzdür. Mən uşaqda nitqi inkişaf elətdirirəm, bunu əlaqələndirirəm, deyək ki, nə ilə əlaqələndirərik? Əlaqələndirərik sosial bacarıqlarla. Mən uşağı ətraf aləmlə tanış edirəm, əlaqələndirirəm estetik yaradıcı ilə, yəni təsvir fəaliyyətlə və yaxud fiziki inkişafla. Sayı öyrədirəm, sayı hərəkətlərindən öyrədirəm və s. və ilahi. Əlaqəli olanda daha yaxşı anlaşılır mövzular. Bu da doğru fikirdir də, yanlışdır. Şaquli inteqrasiya məzmun xəttləri eyni qalır, çünki eyni inkişafın daxilindədir. Lakin yaşlar fərqli olur. Yaxşı, bax, bu da belə. 7-yə də baxın, keçim digər müəllimə. Aşağıdakılardan hansı ALQ standartın xüsusiyyətinə uyğun deyil? ALQ standart dövlət tərəfindən ilin sonunda minimum tələb kimi müəyyən olunur, düzgündür. ALQ standart əsas standartın bir hissəsini əhatə edir. Yəni onun daxilindədir də, məncə düzgündür. ALQ standartın dəyişməsi şaquli inteqrasiya şərait yaradır, düzgündür. ALQ şərait yaradır, düzgündür. ALQ standartın məqsədi kimi dəyişdirilməsi mümkündür. ALQ standartın məqsəd kimi dəyişdirilməsi mümkündür. Bu yanlışdır. ALQ standart uşağın potensial inkişafı üçün zəmin yaradır. Düzgün. Mənim D variantı yanlışdır. Çünki dövlətin verdiyi tələbi dəyişdirə bilmərik. Aysan, əla. İndi gəlin bunu təhlil edək. Niyə təhlil edirəm? Əslində test eləcə işləyib gedə bilərik. Onu qrupa da göndərərəm. İstəyirəm öyrənəsiniz. Praktikdədir axı. Baxın, ALQ standart dövlət tərəfindən verilən minimum tələbdir. Minimum tələb deyəndə Aytən müəllimə nəyi nəzərdə tuturuq? Ən azı bunu reallaşdıra bilərsən. Reallaşdırmalısan, amma bundan artığını eləməlisən. Ən azı bu. Məsələn, ALQ standart.
hər zaman minimum tələb olur da. Bağacı sizin imtahanlarınızda, düzdür? 30 bal verir, keçid balı 35 verir, bəzən 40 verir, 60 baldan bu ədalətsizdir amma verir. İndi bax bu nə deyir? Deyir ən azı sən 30, 35 və ya 40 toplamalısan ki, keçidi keçəsən. Yəni mənim tələbimi qarşılayasan. Bacarırsan 60 topla. Buna qarışma. Deyir bacarırsan, amma ən azı deyir bunu. Burada da elədir. Deyir uşaqlarda ən azı ilin sonunda bu bilik bacarığı formalaşdırırsan. Bacarırsan daha artıq nə? Yəni minimum tələb bunu icazə demək deyil. Ən azı bunu etməlisən deməkdir. Bu da doğrudur. Alt Bəli. standart əsas standartın bir hissəsini əhatə edir. Bəli, biraz öncə dedik. Bax, məntiqi riyazi təfəkkürlərlə bağlı və yaxud fiziki ilə dedik. Fiziki hərəkətləri yerinə yetirir. Alt standartda nə vurğulanır? Misal üçün, nə edir uşaq? Yerişdən qaçışa, qaçışdan yerişə toplanır. Bu da fiziki daha doğrusu keçid edir. Bu da mı fizikidir? Əlbəttə. Bax, gördünüz, sadəcə biraz daha xüsusiləşdirdi. Ona görə bu fikirdə doğrudur. Alt standartın dəyişməsi şaquli inteqrasiyaya şərait yaradır. Düzdür. Niyə? Çünki alt standart nə əsasında dəyişir, nəyin tələbinə? Yaşlara həm varislik, həm də yaşlılara uyğun. Görürsünüz, birinci kiçik qrupda daha sadə bacarıqlardır, ikinciyə keçəndə qismən mürəkkəbləşir. Bu sanki, bax, öz qrupumda ödənişli dərslərdə necə izah edirəm? Deyirəm, təsəvvür edin ki, bax, məktəbdəsiz, birinci sinifi uşaqlar üçün ayrıca vəsaitlər ayrılır, mövzular və s. seçilir. İkinci sinifə keçəndə uşaq yenə bu vəsaitlər, bu kitabları və s. istifadə edir. Yenə bu mövzular öyrədilir. Yəni bu doğru yanaşma olarmı? Xeyr. Yenə dəyişir mövzular. Yəni ikinci sinifə uyğun kitablar təhvil verilir, ona uyğun da mövzular keçirilir. Bax bu da elədir. Birinci kiçik qrupda sadə bacarıqlar, məsəl üçün nə etsin deyə uşaq. Bax birinci kiçik qrupda birlə çoxu ayırd etsin, amma ikincidə deyir artıq biraz mürəkkəbləşdir. Əvvəl birlə çoxu nə var idi ki seçməyə? Yəni o gözlə görüləcək fərqdədir. Amma azla çox olanda bir tərəfdə məsələn 3 dənə qoyuram, bir tərəfə 5 dənə qoyuram. Burada artıq uşaq qata bilər. Amma görürsüz biraz orta qrupda deyir artıq sayla ədədlə tanış elə uşağı. Görürsüz, addım-addım dəyişir. Yəni şaquli inteqrasiyanın tələbinə uyğun dəyişir. Bu da doğrudur. Alt standartı qətiyyən dəyişə bilmərik. Çünki bu dövlətin tələbidir. Mən öz istəyimə uyğun onu necə istəyirəm, elə də dəyişə bilmərəm. Tələb nədir? Yəni dövlət sizə tələb verir ki, bunu etməlisən və buna görə də bizə ödəniş verir, düzdür? Yəni bunu da belə niyə əlaqələndirirəm? Bax təsəvvür edin, sizə bir sifariş verirəm, deyirəm ki, bunu belə edin. Sizə də buna görə pul ödəyirəm. Siz də öz keyfinizə görə onu dəyişə bilməzsiniz ki, xeyr, çünki mən sizə sifariş verirəm onu, tələblərimi verirəm ki, bax belə olsun, belə olsun, belə olsun. Siz də özünüzdən nəsə ona əlavə edib və yaxud nəsə çıxara bilməzsiniz. Eynən mənim tələbimi reallaşdırmalısınız. Çünki sifariş verirəm. Burada da elə. Dövlət bizə sifariş verir, biz də onu həyata keçiririk. Sonra alt standart uşağın potensial inkişafı üçün zəmin yaradır. Bəli. Ümumiyyətlə alt standart 99 hətta 100% hallarda təlim sözü ilə əlaqəlidir. Yəni deyək ki, təlim üçün, təlim üçün, təlim üçün təhsil sözü olmur. Alt standart məşğələmlə birə-bir əlaqəlidir deyə təlim sözü mütəmadi tərifində yer alır. Burada alması da yəni onu təlim üçün etibar zəmin yaradır. Doğru fikirdir. Çox sağ olun. Aytən müəllimə Məmmədova. Bəli, müəllim, Hədəfi axşamınız kimi xeyir. Hər vaxtınız xeyir. Buyurun, zəhmət olsa baxın. Mən bunu silim. Məktəbə qədər təhsilə inteqrasiya üstünlüklərindən biri səhv olan hansıdır? Təlim-tərbiyə işinin keyfiyyətini artırır. Bəli, artırır. Öyrənmə prosesini uşaqlar üçün asanlaşdırır. Bəli, asanlaşdırır. İnkişaf sahələri alt standartlar və alt standartlar arasında əlaqə yaradır. Məqsədlərin yazılmasını əvəz edir. Ümumi təlim nəticələrinin reallaşdırması asanlaşdırır. Deməli, burada məqsədlərin yazılmasını əvəz edir. D variantı məncə burada səhvdir. Düzdürmü? Hər kəs razıdırmı? Bəli. İzah edə bilərsinizmi? Təlim-tərbiyə işinin keyfiyyətini necə artıra bilər? Təlim-tərbiyə işinin keyfiyyətini artırır. Yəni inteqrasiya ümumiyyətlə belə deyək də əlaqə deməkdir. Hər hansı bir fəaliyyəti keçəndə, təlimi keçəndə biz inteqrasiyadan istifadə edirik. İnkişaf sahələri arasında arası və inkişaf sahəsi daxilində də inteqrasiya edirik. Hətta həyatla da əlaqələndirir. Bu isə təlim-tərbiyə işinin daha keyfiyyətli olmasını artırır. Öyrənmə prosesini uşaqlar üçün asanlaşdırır. Belə asanlaşdırır ki, uşaqlara biz demişdik, şaquli inteqrasiya zamanı, yəni biz uşaqlara əvvəlki yaş dönəminə qayıdaraq, onları bir növ xatırlatma edərək, bu da öyrənməni uşaqlar üçün asanlaşdır. Bir növ belə deyək də xatırladır uşaqlara əvvəl olanları və sonra keçirilən zaman hər hansı bir mövzunu asanlaşdırır onlar üçün. İnkişaf sahələri və əsas standartlar, alt standartlar arasında əlaqə yaradır. Bəli, inkişaf sahələri arası biz inteqrasiya edirik. Əsas standartlar və alt standartlar arasında əlaqə yaradırıq ki, bu da bizim məşğələ, hər hansı bir məşğələ keçəndə və ümumiyyətlə məqsəd qoyanda
bu inkişaf sahələridir. Standartlar arasında əlaqə yaradırıq. Burada uşaqların yenə də fəaliyyətinin ümumiyyətlə təlimi keçməyimizi asanlaşdırır və o fəaliyyətin daha maraqlı, daha interaktiv olmasını gətirib çıxardır. Məqsədin yazılmasını əvəz edir. Xeyr, bu ola bilməz. Məqsəd biz deyək dəqiq olmalıdır, spesifik olmalıdır. Məqsəd uşaqların reallaşdıra biləcəyi olmalıdır. Məqsəd indiki zamanda olmalıdır, 3-4 qoyulmalıdır. Yəni bu inteqrasiyanın əlaqəsi yoxdur. Ümumi təlim nəticələrinin reallaşdırılması da odur ki, il ərzində olan illik planı reallaşdırırıq. Bu da əlbəttə ki, illik planımızın da reallaşdırılmasında üfüqi və şaqili inteqrasiyalardan istifadə edirik. Məqsədi 3-4 çoxdur. 3-4 məqsədiniz çoxdur. 3-4 Niyə? Çünki çox maksimum, məqsəd yazanda az 2 bəli, yetərlidir. 3-4 maksimum. Sağ ol. Çətin mövzu olanda az 2, məqsəd. bəli, bəli. Bir də ki, misal üçün, bax, öyrənmə prosesini uşaqlar üçün asanlaşdırır nə deməkdir? Həm, bax, uşaqlara deyək ki, sayı Bəli. öyrədirəm. Sayı mən hərəkətlərlə verəndə daha yaxşı öyrənməzmi? Tətbiq edir. Çünki hoppanmaqmı, əl Hı hı. salmaqmı daha yaxşı öyrənir. Və yaxud sizlə əlaqələndirib, bax, nəsə bir termini izah edirəm. Onu həyati bir nümunə ilə əlaqələndirən daha yaxşı anlamırsınız, daha yaxşı dərk edirsiniz. Ay sağ olun. Təcrübələriniz belə. Baxın 9-a. Məqsədin yazılması ilə bağlı aşağıdakılardan yanlış olanı hansıdır? Məqsəd nəticə yönümlü olmalıdır. Məqsəd uşağın tək başına fəaliyyəti ilə ifadə olunmalıdır. Məqsəd 2-3 məqsəd yetərlidir. Yəni məqsəd məhdud sayda olmalıdır. 2-3 bəzi indi yazılarda 3-4-də göstərir. Bəli, bu da ola bilər. Olar. Məqsəd O çoxdur. Bəli. Çoxdur. Məqsəd öyrənir, bilir kimi sözlər ifadə olmalı. Xeyr, elə D variantıdır səhv olan. Çünki öyrənir, bilir, təkrarlayır kimi sözlərdən istifadə etmək olmaz. Məqsəd SMART-ın prinsipinə uyğun olmalıdır. Əlbəttə, SMART-a uyğun həyata keçirilməlidir. Yəni spesifik olmalıdır, ölçülə bilən olmalıdır, yəni zamana uyğun olmalıdır, qiymətləndirilə bilən olmalıdır, yəni SMART-a uyğun olmalıdır. Əsas standartla alt standart Əsas standartla alt standart arasında münasibəti düzgün ifadə edən cavab hansıdır? Əsas standart alt standartın bir hissəsidir. Əsas standart alt standartın bir hissəsi deyil. Alt standart əsas standartın bir hissəsidir. Alt standart əsas standartın bir hissəsidir və yaş qrupunun tələblərinə əsaslanır. Bizdən burada düzgün ifadə olunanı soruşur da. Deməli, alt standart əsas standartın bir hissəsidir və yaş qrupunun tələblərinə əsaslanır. Bu düzgündür. Yəni, bu da düzgündür. Əsas standart yalnız bir yaş qrupu üçün nəzərdə tutulub. Yox. Alt standart və əsas standart tamamilə mütləqdir. Alt standart məqsəd kimi dəyişdirilə bilər. Yox, burada deməli düzgün cavab əsas standart yalnız bir yaş qrupu üçün nəzərdə tutulub. Xeyr, bizdən doğru cavabı soruşur. Doğru cavabı soruşur. Doğru soruşur. Bəli. B variantı. Alt standart, əsas standart. Bəli, o birilər səhvdir. Yəni alt standart əsas standartın bir hissəsidir və yaş qrupunun tələblərinə biz standartı əsasən həyata keçiririk və alt standartından məqsəd çıxarırıq. Düzgün cavab B-dir. Ay sağ olun. Əsas standart deyir yalnız bir yaş qrupu üçün. Xeyr, bütün yaş qruplarını əhatə edir. Alt standart və əsas standart tamamilə müstəqildir deyil. Alt standart əsas standartdan asılıdır. Bəli. Asılıdır. Məqsəd kimi də yəni ümumiyyətlə istifadə oluna bilməz alt standart, nəinki dəyişdirilə bilsin. Ay sağ olun. Bir dənə də sual verim gəlib. Alt standartı müəllim bir il ərzində reallaşdıra bilməsə, növbəti il üçün ilk üçün standartdakı soğuk kimi qalır. Səs 40-40 gəlir müəllimə. 40-40 gəlir, yaxşı. Baxın, alt standartı tərbiyəçi müəllim əgər ki bir il ərzində reallaşdıra bilməsə, növbəti il üçün alt standart dəyişir, yoxsa olduğu kimi qalır, tərbiyəçi yenə bir il ərzində çalışır ki, həmin o alt standartı reallaşdırsın. Məncə reallaşdıra bilməsə qalar da. Yox. Müəllimə, yaşları qalar. Alt standart məqsəd kimi dəyişdirilir. Onu unudun, başqa sual verirəm. Bax, deyirəm ki, mən müəllimə bir il ərzində... Bax, mən müəllimə bir il ərzində çalışdım, vuruşdum, ola bilər ki, biraz zəif çalışmışam və gördüm ki, ilin sonunda alt standartı reallaşdıra bilmədim, yəni dövlətin tələbini bu yaş üçün. Növbəti il üçün yenə həmin alt standartlarla çalışıram. Yəni, bu doğrumu yanaşmadır, yoxsa yanlışdır? Məncə doğru deyil, müəllimə.
Məncə də. Çünki misal bunu biraz öncə siniflə əlaqələndirdim. Deyirəm uşaq birinci sinifdə Çünki eyni yaşa işlə. görədir. Yəni uşaq bu məsəl üçün bu reallaşdıra bilmirəm. Ola bilər ki, ümumiyyətlə bir qrupun qrup üzvləri burada yəni anlam səviyyəsinə uyğundur da. Ola bilər 5 uşaq anlamasın. Yəni o 15 uşağın içində ən azından 5-i anlamaz da. Yəni o 5 uşağa da görə növbəti ilin fəaliyyətini yəni təxirə salmaq məncə doğru deyil. Hamısı da olsa, hamısı anlamasa da, heç Hamısı da biri olsa, anlamasa yəni da yenə təxirə növbəti il üçün salmaq, dəyişir. bəli. Növbəti il Bəli, üçün yenə də dəyişir. Niyə? dəyişməlidir. Çünki Çünki bu yaş qrupunun yaşa görə xüsusiyyəti var, dəyişir. Hı-hı. bəli, uyğunluq var, yaş uyğunluğu var. Düzdür. Çox sağ olun. Flora müəllimə. Sağ olun, müəllim. Sağ olun. Gözəl. Bəli, Gözəl. Hər mənim biriniz axşamınız xoş olsun. xeyir. Hər biriniz xeyir. Baxın zəhmət olmasa 11-ci testdə. Aşağıdakılardan hansı SMART prinsipi ilə bağlı səhv təsvir edilmişdir? Spesifik məqsəd aydın və dəqiq olmalıdır. Bu düzdür. Ölçülə Hı-hı. bilən nəticələr müşahidə ilə və ölçmək üçün uyğun olmalıdır. Əldə edilə bilən məqsəd uşaqlar üçün real olmalıdır. Məzmuna uyğun məqsədi deyil, yalnız şagirdin marağını nəzərə almalıdır. Məncə bu D variantı səhvdir. Yanlış sözü Y-si də var. varsa o D Y-si variantı. də var. Y-yə də baxın. Müəyyən zamana bağlı məqsəd üçün son tarix göstərilməlidir. Ha, yəni hansı tarixdə çatmalıyam ona? Düzdür? O Yəni bir həftə. məşğələnin vaxtı deməkdir də müəllimə. Məşğələn deyil. Yəni bir həftəlik plan qururamsa, bu həftə ərzində mən o məqsədi reallaşdırmalıyam. Durub həftələrlə, aylarla həmin məqsəd üçün çalışa bilmərəm. O yaxşıdır. Burada bəli, məqsədə uyğun məqsədli deyil. Ola bilərmi ki, məqsədli bir məqsəd qoymasa qarşımıza, biz nəticə yönümlü müəllim olaraqmı ki, heç mən konstruktiv, proaktiv bir müəllim olaram sizə. Məqsədimi elə spontan anidən belə düşünmədən və yaxud da eləcə uşağın marağına uyğun təşkil etsəm. Mən sonda bilərəmmi ki, nəyə çatıram və yaxud sonda nəticə əldə edərəmmi ki, ümumiyyətlə bu fikir doğrudur sizcə? Ay sağ olun. Doğru deyil. Ay sağ olun. Məqsəd, çünki bax burada açıqlamasını vermişəm hər birini. Biraz öncə dediyimi ölçülə bilən, yəni mən müşahidə edirəm, uşaqların nəticələrini təhlil edirəm, sonda ölçürəm və görürəm ki, uşaq bunu bacarır və yaxud bacarmır. Ona görə qiymətləndirilə bilən budur. Sonra əldə edilə bilən, bəli, uşaq üçün əlçatan olmalıdır, yerinə yetirilə bilən olmalıdır, real olmalıdır. Durub çətin məqsədlər Nə yazsam çox da fayda. çətin olmalıdır, nə çox asan da olmalıdır. Yəni uşağın potensialına uyğun ortalama bütün sinif qrupu nəzərə alırıq. Bəzi zamanla bağlı bəli, mən bir həftə kimi deyək ki, vaxtım var. Mən onu həftələrini uzada bilmərəm. Bu da belə, bu variant. Az bitdi. 12-yə də baxın. 12 bir də hansı deyək? 12-yə baxın. Məzmun standartı nəyi ifadə edir? Müəllimin şəxsi təlim məqsədlərini, uşağın yalnız nəzəri biliklərini, təlim prosesində istifadə olunan metodları, uşağın bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbini. Düzgün cavab D variantıdır. Tələbini uşağın bilik və bacarıq səviyyəsinə